Ay Akstafanın rəhbər işçiləri. Görün kim gəlir. Ay qazi qardınız gəlir. Ay ehtiyatlı olan polkovnik gəlir. Ay gizli KGB gəlir. Ay uzun illər Ramiz Mehdiyevin, Fuad Ələsgərovun, Fikrət Məmmədovun adından istifadə edərək sizi öz əsarəti altına salan, saxta sənədlərə qol çəkdirən gəlir. Qapınızı təpiklə açan, xoş gəldin, bizə ait qulluq dediyiniz gəlir. Hamınız bildiniz, gələn kimdir? İndi diqqət, diqqət. Mən xalqa tanıdım ki, gələn kimdir? 92-ci il idi, mən işdəydim. Dedilər, Alik yaralanıb gətirirlər. Mənə əmr olundu ki, tez Addelni palat, bir də xam pastel hazırlat. İnanırsınızmı, bütün həkimlər pilləkənin başında bunu gözləyirdilər. Budur, gəldi. Alikin qolbəyləri 4 nəfər, Nasırınkada Aliki gətdilər, yerləşdirdik palatda. Bütün həkimlər doldu palata. Alik dedi, yanıma top düşdü. Məni 2 kilometr göyə qaldırdı, yerə çırpdı. Ürəyimdə dedim, görəm onun əlində metram olub. Bütün həkimlər doldu palata, müayinəyə keçdilər. Gördük, şuuru aydındır, komada döy, deməli baş bir salamatdır. Ayağının altından belə dırnağımla cızdım, gördüm ayağının ikisini də çəkir. Dedim, onurğa beyin də salamatdır, narahat olmayın. CD-ni aldıq, CD-də qan yoxdur, deməli böyrək də salamatdır. Dedilər, qaraciyər, dalaq dağılmış olacaq, təcili laborant hər yarım saatdan bir hemoqlobini yoxlasın. Hemoqlobin yoxlandı, heç 1% aşağı düşmədi. Demək, daxili qanaxma yoxdur. Travmatologlar yoxladı, qırıq çıxıq yoxdur. Dedilər, şükür, şükür, heç nə yoxdur. Hayır, şükürə mi gəlib, onu yıxılmasın. Şükürə bu sevinirmi ki, deyir, bu nə idi? Həkimlərin biri, Yusif doktor dedi, olsa onda beyin səkkələnməsi olacaq. Qaraca doktor dedi, sən nə danışırsan? Onun əlaməti öymədir, o da yoxdur. Qurana and içirəm. Həkimlər ayaqlarını qapıdan eşiyə qoyduğundan elə bir öymə başladı. Elə bir öymə başladı ki, nə qədər gücənliyirəm, aldıra bilmirəm. O səsə yuxarı mərtəbənin işçiləri aşağı töküləsi oldu ki, o nə böyürtüdür. Bir ay bunu balisiyadan çıxarda bilmədilər. Dedi, yaxşı duyam. Bir aydan sonra eşitdik ki, çıxıb gedib Gəncə Abbas Səhət xəstəxanasına girib. Təbii ki, orada öymə simptomundan girib. Yazılan dərmənləri də sözsüz ki, gizlicə zibil qabına atıb. Aya, buna əlillik verən, qazilik verən Vitekin belə kül başına qoyum. Budur, ay əliliniz. Nə Qazaxda, nə Gəncədə həkim yoxdur. Respublikada məndən güclü həkim yoxdur. Tam müayinə elədim. Gördüm, başı dolu qəlpədir. Həftədə birini çıxartdım, qoydum qabağına. Həftədə birini çıxartdım, qoydum qabağına. Mən Hasan Paşa gəlmədi. Hər qəlpiyə bir təzminat. Təzminatların içində itib batmışam. Bu adamın işi gücü bilirsiniz nədir? Bütün günü dönür videolarıma təkrar baxır ki, görüm içindən nə tapıram. Təzminat kəsdirəm. Oğlu Fuadı türmədə saxlamağın yeganə yolu bax budur. Şərəfsiz sözünə bir təzminat, alçaq sözünə bir təzminat, saqqal sözünə bir təzminat. Amma
çaqqal sözündə yaman ilişmişəm. 3 dəfə məhkəməyə verib, ölçəkmir. Çaqqal sözünə 3 dəfə təzminat kəsdirib. Buradan üzümü tuturam. Respublikamızda o gözəl oğlanlara, aliki tanıyan və məni dəstəkləyən oğlanlara mənim təzminatımla kömək eləyin. Nəzir qutusu qoyacam. Başınıza doluyun, azarım, bezarım, bu pulu mənimsəyənə getsin deyin, nəzir qutusunu atın, mənə kömək əlinizi uzadın. Deyir, sosial şəbəkəyə çıx, deyinən alik barədə danışdığımın hamısı şər böyükdandır, mən də uzaqlaşayım təzminatdan. Ay, mən ölümə gedərəm. Mən səndən özür istəmərəm. Yenə deyirəm. Ömürü həbsxanada yatarım, mən səndən üzr istəmərəm. Nə qədər istəyirsən, kəsdir. Mənim arxamda böyük bir xalq ordusu dayanır. Yəqin ki, kömək eləyərlər. Hələlik bu qədər. Sağ olun.